Bu arada bu yaxınlarda Azərbaycanın görkəmli, gözəl sənətkarı Alim Qasımov çıxdı efirdə rep dedi. Bütün mətbuatda baxıram ki, Alim Qasımovun repinlə bağlı artıq hamı danışır, hamı deyir. Belə düşünürəm ki, Alim Qasımovun rep deməyi çox söz-söhbətə səbəb oldu. Alim böyük sənətkardır. Alim Qasımovun rep deməyi o qədər də mənə heç təəccübləndirmədi. Niyə ki? Çünki o sənətkardır. Nəinki rep böyük sənətkarların, yəni Alim Qasımovun böyük sənəti var, dağ boyda və o sənəti olan oğlan necə rep deyə bilməsin? Niyə? Çünki o sənəti var. Orada da şey yandır, odundan tökür, kömürdən sökür. Bu da bizim ilahə yalandan gök kabab eləyir, bəxtəfər başımıza. Dedim, heyif eləmə də, niyə eləyirsən? Dedi, əti xarab eləmə yalandan, özündən fason çıxardıbdı. Hə. Alim Qasımov ola bilər ki, güclü rep deyən deyil, amma zato gündəmi replə partlatdı. Nə deyirsiniz? Düz deyirəm. Hə. Və sonra da mən eşitdiyimə qədər Alim Qasımov deyibdi ki, yaxşı belə rep deyənlər olsa, onlarla rep oxuyaram.